Kerem hürmeti damatlar bir adım bir hikaye ve ikimizin üçüncü bölümüyle karşınızdayız. Bugünkü konağımız Ruslan Kerimov ben illaydı tanıyorum istedatlı muhasebeye açık gençlerden ve en esası öz üzerinde isteyen gençlerdendi. Ruslan, hoş geldin. Hoş gördük. Mən də salamlayıram bütün tamaşaçıları, sizə xoş oldu. Ömürlüyüm, meraklı bir verisiyonda. Bəli. Ruslan'ı hem de ben sosyal içtimai bilgilerden tanıyorum. O arada aktif üzümlerden de Ruslan, senin için para nedir? Mənim üçün fərəh, mən həmişə belə düşünürəm ki, bizim hər bir inklüziv gənc və uşaqlar üçün həm fiziki məhdudiyyətlə yanaşı sosiallaşmaq üçün də məhdudiyyətlərimiz çox idi. Fiziki məhdudiyyətlərimiz olduğu üçün sosiallaşmaq və ictimaiyyətə qatılmaq üçün məhdudiyyətlərimiz həmişə çox olmuşdu, doğal olaraq, təbii olaraq çox olmuşdu. Amma fərəhdən sonra mən onu gördüm ki, yəni fərəhdə həm mən, həm digər gənclər, uşaqlar fərəhdən sonra sosiallaşmağa başladılar və burada hətta nəinki... Sanki bir-birinin axırına Bəli, həm də eyni anda burada fərəhdən, məsələn, sağlam inklüzivi olmayan gənclərdən belə soruşsaq, onların belə fərəh, onların belə həyatında çox geniş yerə dəyişim eləyib, geniş dəyişimlər eləyib. Məsələn, köhnə könüllərimizdən hansını soruşsanız, onlar bunu deyə bilər ki, digər təşkilatlardan əlavə olaraq fərəhdə bir başqa bir sosiallaşmaq üçün bir başqa bir yol, bəli, başqa bir zəmin var. Onu da deyə bilərəm ki, mən fərəh haqqında müsbət şeyləri hamımız çox deyə bilərik, amma mən bir şeyə də toxunmaq istəyirəm ki, həmişədən fərəhə gələndən, mən məsələn fərəhə gələndə hardasa 20-21-ci illər idi. Amma mənim orada artıq 22-23 yaşım var. Yardıma gəli iç üzvümü gedəksən. İlk 1-2 üzvdən biri də mən olmuşdum. Mən həmişə təəssüfləndiyim bir şey var ki, misalən mənim 20-22 yaşımda yox, 10 yaşımda, 8 yaşımda, 12 yaşımda fərəh kimi bir yer olsaydı, fərəh 20-ci illərdə yox, 2005-2010-cu illərdə, məncə sən də məndən eyni fikirdəsən, daha mənim həyatımda və mənim yaşlılarımın həyatında daha geniş yer tuta bilərdi. Necə mən deyim, 22 yaşında cəmiyyətə adaptasiya olmağa daha çox başladım. Öncədən də olmuşdu, amma bu daha bir başqa bir şey idi. Bu məsələn bir 8 yaşımda, 10-12 yaşımda olsaydı, mənim həyatımda daha bir geniş yer tuta bilərdi, daha yaxşı ola bilərdi. Bir balaca buna görə təəssüflənirəm, amma yenə də gec deyil. Öz vaxtı var da, onu bilmək lazımdır. Ruslan, bir də səni həmişə istəyirdin. Öncələr Necə bilsin? mən işə Həmişə deyəm ki, bu verilən sosial pensiya önəmlidir bir insan üçün. Məxsusən fiziki məhdudiyyətin üçün vacibdir. Amma bundan paralel olaraq o verilən pensiya bir əlli evə bağlamamalıdır. Əlin nə dedi evə bağlananda depresiya özünə qapalı həyata çıxmır, ünsiyyətdə olmur və bu şeylərin caizliğinin hatta bir çox hallarda insan əldilir. Amma əksi nədir? Çıxmaq, sosiallaşmaq, ünsiyyət olmaq, cəmiyyətə fayda vermək və bunların hamısı önümüzde dairdir ve biz bir şəxs
şəxsiyyət olaraq inkişaf edir. Eyni sözü deyirlər ki, sizə onsuz da ki, dövlət eyni təqaüd verir və bu sizi işləməyə ehtiyac yoxdur, sizin maddi ehtiyacınız yoxdur. Mənə belə deyim də deyirdilər ki, getmə evdən falan ki, avtobusdan düşərkən, minərkən yıxılarammı, ya maşın yol keçərkən nəsə bir qəza olar deyə narahat olurlar təbii şəkildə. Amma mən deyirdim ki, yəni buna görə narahat olmayın da. Mən onsuz da işlədiyim yerdən mənə işlədiyim yer nə qədərsə pul verəcək də zaten. Əgər siz ondan narahatsınızsa, mən lazım olacaq evdən işdən evə taksi ilə gedəcəm və pulu taksiyə verəcəm. Deyir onda dəniyir. Mənə deyirlər ki, onda dəniyirsən işləyib də, onu. Deyirəm, mən işləməkdə nə də məndən heç kim pul tələb eləmir, nə də pula ehtiyacım yoxdur. Sadəcə evdən çıxıb cəmiyyətə adaptasiya olmaq və hansısa bir işlə məşğul olmaq. Və bu o iş dönəmi mən 2017, 2018, 2020-yə qədər olan dönəmi deyirəm də, o fərəhdən öncəki dönəm. Mənim elə bil həyata, ictimaiyyətə addımımın belə deyim də, həyatımda bir 3-4 böyük addım olubsa, biri də o addımdır ki, yəni cəmiyyətdə hansısa bir işlə məşğul olmaq, adaptasiya olmaq və cəmiyyətə qoşulmaq, təklikdən, dediyiniz şeylərdən, o depressiyadan qaçmaq üçün, tək qalmaqdan, özünə qapanmaqdan qaçmaq üçün o işdən məşğul olmaq. Yəni maddi gözlə baxmırdım o işə elə də. Amma daha çox mənim belə deyim, mənəviyyatıma və adaptasiya olmağıma çox kömək oldu bu iş. Mənəviyyat demişlər, məsələləri inancımda var surədir. İnanc sənin həyatında hansı mərtəbədədir, belə deyim. İnancın sənə verdiyi əlavə bir motivasiya mı deyim, dünya görüşümü nə var mənim? Belə deyim də, bu suala belə cavab verim ki, bayaq dedim, həyatda böyük addım, bir neçə dənə addım var. Bu mənim ilk addımlarımdan biri oldu, inanclı olmağa, ibadətə başlamaq olmağım. Həm cəmiyyətə, bu da cəmiyyətə adaptasiya olmağım üçün kömək edir. Həm də inancı mən belə götürürəm ki, yəni bu bəzi məhdudiyyətlərdən danışırdım. Məsələn, bir insanın ibadət etmək üçün heç bir məhdudiyyət yox. Maneə yox. Yəni elə dostlarım var ki, yataq xəstəsidir, tərpənə bilmirlər, ancaq gözlərinlə bu ibadətlərini edirlər. Bunu da deyə bilərəm ki, inanc mənə belə gəlir ki, insan o tək qalan vaxtlar olur, bayaq dediyimdə həmimizin bir yaşa qədər tək qalan vaxtlar olur. Və bir alimdən belə şey eşitmişdim ki, o düzdür, dini alim deyildi, amma çox gözəl söz deyirdi ki, həyatımda kaş bir insan olardı, özümlə danışdığım problemləri onunla da danışa bilərdim. Amma mən belə deyim də, insanın dostu, qardaşı, yaxınları hər zaman yanında olmaya bilər. Amma insanın yaradan Allah həmişə insanın yanında olur və istədiyin problemini və ya dualarını deyim, istədiyin vaxt onunla danışa bilərsən də, maneə yoxdur. Bunun üçün heç bir maneə yoxdur. Məhdudiyyət yoxdur. Kitabımı deyir ki, Allah sizə sağ zamanınızdan Bəli. Hər zaman yanınızdadır. Bütün problemlərini həlli yolu tutur, o bilir, o görür, o edir. Bəli. Bu sonuncu sual, fiziki məhdudiyyəti olmayan bir həyatı necə təsəvvür edir? Fiziki məhdudiyyətsiz sağlam bir həyatı belə təsəvvür edə bilərəm ki, belə misallar mən çəkə bilərəm ki, hər bir insan başa düşsün. Mən belə deyim də, bizim həyatımızdan onların həyatındakı fərq. Bir insan məsələn maşın almaq istəyir və maşından istifadə etmək istəyir. O maşını alarkən nə bilim pul yığır, xəyal qurur, belə deyək də ki, maşınız binəcək, sürəcək, rahat işinə gedib gələcək, gəzəcək. Amma həmişə müsbət tərəflərini fikirləşir. Mənfi tərəflərini fikirləşmir. Mənfi tərəflərini isə heç vaxt fikirləşmir ki, maşınla xarab olacaq, bunu xərcə salacaq, uzaq olsun, qəzaya düşə bilər. Mən də
başqa məsələn misal çəkim ki, bir gənc məsələn xaricə gedir, deyir ora oxumağa və yaxud gəzməyə üçün, amma orada gedib çətinlikləri heç vaxt fikirləşmir. Çünki xəyal qurmaq nə isə arzulamaq elə bir şeydir ki, insan öz beynində yaradır deyə heç vaxt qüsurları, orada mənfi şeyləri heç zaman düşünmür. Yəni xəyallar həmişə qüsursuz olur ona görə. Amma belə deyim də, mən də o həmişə sağlam həyatını bir çoxumuz inklüzivlər fikirləşir ki, sağlam olardım, özüm istədiyim yerə gedərdim, fiziki məhdudiyyətim olmazdı, daha belə ola bilərdim. Amma məncə insanın, hər bir insanın fiziki məhdudiyyəti olmayan, sağlam bir insanın belə nəsə bir məhdudiyyəti və ya problemi olur. Bunu həm də belə cavab vermək olar ki, həmişə necə misal çəkirlər, Allahın verdiyi bir şey nemətdir, vermədiyi isə hikmət görsənir. Bu bir şey, amma bunu verdiyi nemətlərə şükür edib düzgün istifadə etmək lazımdır və düzgün israfçılıq etmədən istifadə etmək lazımdır. Amma hikmətlərə də hərə öz həyatına baxıb, öz məhdudiyyətini görür, elə o verilməyən nemətin hikmətini tapmalıdır. Mən belə deyim də, sağlam insanla həyatını özümdən yaxşı və yaxud pis görmürəm. Sadəcə fərqli problemlər var. Necə ki, bir inklüziv gəncin başqa problemlər ola bilir, amma sağlam insanın da başqa problemlər ola bilir. Necə mən həyatındakı bir fiziki gəncin, insanın təkcə problemləri fiziki deyil ki, başqa problemlərimiz də var. O da onun kimi. Bu qədər. Bu sualı yazmadıkça həmişə demişəm bu sualı kimə vereyim, ehtiyatla vereyim, heç kimə verməmişəm bu sualı. Şu anda Allah farklı bir söz değil, yeni iman getirenlerin əsəd-ü hübbəllillahi, Allah'a şiddetli məhəbbətlər var. Sənə görə Allah'a məhəbbət yəni nə? Yəni həyatında məndə bir çətin sualı tam etlədim, elə səndədir. Belə deyim də, bayaq ki, bir öncəki suallarda dediniz, inanc barədə sual verdiniz ki, mən də dedim ki, insan Allahla hər zaman danışa bilir və bəzi insanlar ola bilər, tək qala bilir, amma Allah heç vaxt onları tək qoya bilmir. Siz də dediniz, tək qoymur, siz də dediniz, unutdularınız. Məncə, ilahi Allaha olan məhəbbət də belədir. İnsanlara olan və ya məhəbbət də lazımdır insanlara, ailəyə, dostlara olur. Amma bir yerə qədər olur, da belə fövqəladə olmur. Amma ilahi məhəbbət, Allaha olan məhəbbət, Allahın özü sonsuz olduğuna görə, hər zaman yanınızda olduğuna görə, ona olan məhəbbət də mən sonsuz olaraq görürəm da, yəni bir həddi deyə bilmirəm ki, nə qədər. Yəni hədsiz olduğu üçün, bilmirəm, mənim düşüncəm belədir. Səbəbim sizi alovlar. Bəli. Onun üçün də get-gedə də çoxalmaq üçün də özümüzlə məşğul olmalıyıq. Rabitəni kəsməməliyik. Necə ki, bir dosta deyirik, tuşlar deyirik, aranı açma, tez-tez görüşək. Belə biz də bizim özümüzdən bəzi şeylər, özün bilirsən də, bizim ixtiyarımızdadır da, yəni o rabitə qurmaq. Onu da çox belə mənfi şeylərlə məşğul olub, rabitəni itirmək olmaz. Bu dədə əziz izləyicilər, minnətdaram. Əzizədən gözəl bir görüş oldu, təşəkkür edirəm. Xoş oldu mənim üçün də, inşallah tamaşaçılar üçün də xoş olar. Növbəti qonağımızda, növbəti buraxılışlarımızda görüşürük. Allah'a